Deməli, kalium xloratın fosforla reaksiyasından kalium xlor və P2O5 alınır. Bunu əmsallaşdırmaq lazımdır. Deməli, nə edəcəyik? Bura 3 yazacağım. Bura 5 yazacağım. Bura 5 yazacağım. 6'da fosfora yazacağım. Deməli, bizə nə deyir? Sxem gedən reaksiyada 37,2 qram fosfordan maksimum neçə qram duz alınır? X qram. Deməli, buradan 39 ilə 35,5. Bu da vuranda eləyəcək. 5'ə vuracam onda. O 372,5. Bu da eləyəcək 6 vurulsun 31. Bu tənasübdən x-i tapmaq lazımdır. Bu tənasübdən də x də bərabərdir 74,5 qram duz alınacaq.